Bağışlayan mehriban Allah'ın adıyla həmd olsun alemlerin Rabbi olan Allah'a, salam olsun Hazreti Resulullah'a, Hazreti Peygamberimize ve onun pak mütehher ehl-i beytine, ailesine ve aziz İslam şehitlerinin ve Azerbaycanımızın bütün şehitlerinin üzerine olsun inşallah. Ramazanın bu mübarek, güzel, bereketli, rahimli, merhametli Ramazan ayının birinci cümlesini yaşayırıq. Herkese mübarek olsun inşallah. Ve bu günləri mövzu rəhim ve merhamet hakkında olacaq. Ben ilk önce dua edirəm, Allah Teala bizim xalqımızı, millətimizi, bu ümməti var eləsin inşallah. Allah'ın evini, məscidini zinətləndirən bu güzel mümin, Müslüman olan sizlersiniz ki bu məscidi zinətlendirirsiniz. Allah Teala o tuttuğunuz oruçları, kıldığınız namazları qəbul eləsin inşallah. Rəhim və mərhəmət ilk öncə Quran-ı Kərimə üst tutmalıyıq. Quran-ı Kərimdə rəhim və mərhəmət nədir, hardan başlayır, onu demək lazımdır. İlk öncə Allah Teala ilk söz olarak, ilk aye olarak Kur'an-ı Kerim'de mesela Bismillahirrahmanirrahim Fatiha suresinin 1. ayesi. Bildiğiniz kimi Fatiha suresi 7 ayeden ibarettir. Ve onun 1. ayesi Bismillahirrahmanirrahim'dir. Bağışlayan, mehriban, rəhimli, mərhəmətli Allah'ın adıyla. Ve Allah Teala 114 surenin ki birinin əvvəlində Bismillah yoktu, Tövbə suresinin ve bütün surelerin əvvəlindəki Bismillahirrahmanirrahim, yani ayet değil, yalnız ve yalnız Fatiha suresinin əvvəlində yazılan Bismillahirrahmanirrahim ayet olarak yazılıbdır. 1. ayedir. Ve Hazreti Ali aleyhisselam, salam olsun ona ve ailesine, Hazreti Ali aleyhisselam neçə günlər Bismillahirrahmanirrahim hakkında danışır. Deyir ki, ey insanlar, Bismillahirrahmanirrahim ki B harfinin altındaki o nokta ki var, ben onun hakkında 3 gündür danışıram. Bizim görmediğimiz, bizim yani zən belə etmediğimiz bu kainat ki var, galaktikalar. Biz o evrenin içerisinde bir zerreden ibaretik. Ki yer küresi onun içerisinde bir zerredir, biz de onun içerisinde bir zerreyik. Gör Allah ne kadar böyükdür, ne kadar rəhimlidir, ne kadar merhametlidir. Allah Teala'nın o kadar ismi var. İsmi şerifler var. Kerim, Azim, A'la. Ama görürsünüz Allah Teala Kur'an-ı Kerim'de ilk söz olarak, ilk ayet olarak Bismillahirrahmanirrahim'e Rahman ve Rahim sıfatını koymuştur.
Bu nə idi? Rəhman və Rəhim. Rəhimli və mərhəmətli və çox bağışlayandır. Allahu Əkbər deyirik. Gör nə qədər böyükdür Allah. Bizdən eləmirik onu. Biz onun fərqinə belə varmırıq ki, Allah nə qədər böyükdür. Bəlkə də biz gedib o göyləri, o ulduzları, o galaktikanı görsək, deyərik ki, Allahım sən nə qədər böyüksən. Amma Allah o qədər böyükdür ki, insanın qəlbinə də o rəhmi, o mərhəmətli duyğusunu veribdir. Keçən söhbətlərdə danışdıqda insanda bir vicdan deyilən bir şey var. O vicdan insanın içərisində olan o mərhəmətidir, rəhmidir.